Salamlayıram hər birinizi. Ümid edirəm ki, çox yaxşısınız. Bugünkü mövzumuz olacaq itirdiyim əşyamı tapa biləcəmmi? Və mən 3 dəstə hazırlayacağım sizin üçün. İtirdiyim əşyamı tapa biləcəmmi? Birinci dəstəni seçənlər itirdiyi əşyanı tapa biləcəkmi? İtirdiyi əşyanı tapa biləcəkmi? Birinci dəstəni seçənlər itirdiyi əşyasını tapa biləcəkmi? Ən çox sənəd, nə bilim, qızıl, böyük bir itkiləri olanlara aiddir video. Yəni ki, hansı ki itirmişsiniz və heç bir şəkildə tapa bilmirsiniz də, belə deyək. Daha sonra biraz belə qoyum. Aha. Gəlirəm ikinci dəstəyə. İtirdiyi əşyasını tapa biləcəkmi? İtirdiyi əşyasını tapa biləcəkmi? Baxaq. Bir, 2 və 3. İtirdiyi əşyasını tapa biləcəkmi? İtirdiyi əşyasını tapa biləcəkmi? Və istəyirəm ki, emotiondan da kart çəkəm. Birinci dəstə. İtirdiyi əşyanı tapa biləcəkmi? Bununla bağlı kartlar nə məsləhət verir? Birinci kart. İtirdiyi əşyanı tapa biləcəkmi? Bununla bağlı kartlar nə məsləhət verir? İkinci dəstə. İtirdiyi əşyasını tapacaqmı? Kartlar bununla bağlı nə məsləhət verir? Üçüncü dəstə. İtirdiyi əşyasını tapacaqmı? Kartlar bununla bağlı nə məsləhət? 3 dənə çəkdim. Burada nəysə. Gəlirim birinci dəstəyə. Baxaq görək itirdiyiniz əşyanı tapacaqsınızmı? Ümid edirəm seçmisiniz. Hətta sakitcə dayanıram. Biraz seçim eləməyin üçün vaxt verirəm sizə. Düşünürəm ki, artıq seçdiniz. Birinci dəstəni seçənlər. İtirdiyiniz əşyanızı tapa biləcəksinizmi? Birinci dəstə. İtirdiyiniz əşyanızı tapacaqsınız. Burada necə bir şey olacaq? Hər şey üzə çıxacaq. Bu əşya hardadırsa. Bir çoxlarınızda bu əşya, əgər kimsə bu yaxın zamanlarda nəsə məzarlıqlı bir yerə gedibsə, orada düşdüyünü öyrənəcəksiniz. Bir çoxlarınızda belə deyək də, məhkəməsi olanlar varsa, belə bir yerdə olmuşsunuzsa, orada itirdiyinizi hiss edə bilir. Yəni biləcəksiniz ki, hardadır və buna görə mübarizə aparacaqsınız və bir növ ola bilər ki, biləcəksiniz ha, dəqiq ki, kim götürür və s. Amma həmin insan sanki boynu almayacaq da bunu. Başa düşdünüz, boynunu almayacaq və siz bu əlavə olaraq sizi belə deyək də, amma siz üstünə düşəcəksiniz. Bəli. Amma bu sizin bir çox insanlarla münasibətlərinizin pozulmasına səbəb olacaq. Çünki əmin olduğunuz şeylərlə bağlı elə bir ki, siz biləcəksiniz ki, məsələn, konkret olaraq bu insan götürübdür, amma bu adam dirəşəcək ki, yox, mən eləməmişəm və s. Amma siz sübut eləyəcəksiniz. Burada məhkəmə kartı və günəş kartı deyir ki, hər şey aydınlığa çıxacaq. Daha çox deyərdim ki, torpaq yerdə, həyat yanı bir yerdə olma ehtimalı böyükdür və yaxud da işdə ola bilər, dövlət strukturlu bir yerdə ola bilər və belə deyək də, yenə deyirəm, bu sizin həyatınıza niyə başınıza gəlir? Bəzi insanları həyatınızdan çıxardasınız deyəm. Çünki hər bir hadisənin bir mənası, məntiqi var. Yəni siz sanki artıq öyrənməlisiniz ki, kimlər sizin düşməninizdir. Amma tapacaqsınız çox güman ki. Gəlirəm ikinci dəstəyə. İkinci dəstə hələ ki yox. İkinci dəstə deyir ki, yox, tapa bilmirsən. Niyə tapa bilmirsən? Çünki burada da yenə baxın, bir məzarlıq kartı, fırtına kartı çıxdı. Sizin üçün ola bilər bu itki bir münasibətin sonunu belə gətirmiş ola bilər. Kimsə sizdən ayrılıb bu münasibətə görə. Amma hələ ki deyir, bu hadisə, bunu tapacaqsan bəlkə də, amma indi yox, hələ indi yox. Nə vaxt tapa bilərsən deyir, o vaxt ki, bunu ümumiyyətlə buraxasan. Yəni ki, artıq bundan əlini tam olaraq üzəndə və artıq bunu düşünməyəndə səndə alınacaq tapmaq. Amma hələ ki, yaxın bir zamanda deyil. Sanki bu məsələni unudanda, tamamilə artıq deyəndə ki, yox, məndə bundan xeyir gəlməyəcək və özünü günahlandırmağı dayandıranda. Burada deyir ki, özünü günahlandırma var da, çox da özünü günahlandırırsan ki, mən itirdim, mən belə olum, mən elə olum. Deyir ki, boşluda, yəni bu özünü günahlandırma, qurban pozisiyasından çıxmalısın. Daha sonra
Baxaq görə itirdiyi əşyanı tapacaqmı? İtirdiyi əşyanı tapacaqmı? İtirdiyiniz əşyanı tapacaqsınız əslində. Burada mən çox da itki kimi görmürəm. Sanki ya bu sevdiyiniz bir insanınsa verdiyi bir şeydir, ya ata ilə bağlı bir şeydir, ya atanıza, həyat yoldaşınızla bağlı bir məsələdir. Yəni romantik bir şeydir itirdiyiniz şey, belki sevgi, amma deyir ki, dilək elə, yəni dilək tut, istədiyin bir şeyi tapacaqsan. Sadəcə belə deyək də, bunu çox da belə şey kimi, çox da belə böyütmək lazım deyil deyir. Hisslərinlə hərəkət elə. Hisslərin sənə deyəcək ki, sən o hardadır. Yaxşı, tapacaq o. Tapılır burada hər şey istədiyi kimi olacaq, itirdiyini tapacaq. Əslində deyir ki, bəlkə də tam gözünüzün qabağındadır, siz görmürsünüz. Niyəsə görə mən burada çünki itki enerjisini görmürəm. Siz ola bilər kimləsə şübhələnirsiniz və s. amma tapacaqsınız. Burada da deyir ki, tapacaqsınız. Yəni bunu mən çox da itki kimi görmürəm. Sanki harasa qoymusunuz elə özünüz. Yəni mən burada daha çox belə, əslində birinci dəstədə bilərəkdən bir olay var idi. İkinci dəstədə bir itki var. Amma üçüncü dəstədə itki görmürəm nəsə. Sadəcə siz onu tapa bilmirsiniz, bəlkə düşünürsünüz ki, itirmişəm, amma itirməmisiniz. Belə əzizlərim, fikirlərinizi yazarsınız, özünüzə yaxşı baxın.